Salam əziz izləyicilərim. Bugün sizlərlə aladik resepti bölüşəcəm. İnanın çox möhtəşəm alınır. Üstü xırçıltılı, içi isə yumşaq bir formada aladiklər alınır. Səhər yeməyi kimi çox əladır. Evdə hər kəsin bəyənə biləcəyi bir reseptdir. İndi isə keçək hazırlanmasına. 200 qram kəsmik, 2 xörək qaşığı şəkər tozu, 2 xörək qaşığı manna, çay qaşığı ucunda soda, biraz vanil qatıb yaxşıca qarışdırıram. Yaxşıca qarışdırandan sonra 2 xörək qaşığı unu da əlavə eləyirəm. Bütün quru ərzaqları yaxşıca qarışdırandan sonra bir yumurtanı əlavə eləyirəm. Onu da qarışdırıram. Sonra isə elimi yağa bulayıb şariklər formada alındığı əldən şariklər formada götürürəm. Sonra isə başqa bir qabda mannaya bulayıram ki, üstü xırçıltılı olsun. Alınan bütün kütləni bu formada düzəldirəm. Şariklər formada eləyib mannaya batırıb başqa bir qaba qoyuram. Sonra isə qızdırdığım tavayı yağa əlavə eləyib bu tərəfini, o tərəfini yaxşıca qızardıram. Biraz aralı qoysaz yaxşı olar, çünki şişir, bir-birinə yapışmasın. Bu formada şişdikdən sonra baxıram altı biraz qızaranla öbür tərəfini çevirirəm. Belə çevirib o tərəfində bişdikdən sonra çıxardıb başqa bir tərəlkaya noş eləyə bilərsiniz. İnanın çox dadlı, içi yumşaq, üstü xırçıltılı alaciklər alınır. Siz də bu formada eləyib noş eləyə bilərsiniz. Videoma axıra kimi baxmısınızsa kanalıma abunə olub mənə dəstək olmağı unutmayın. Hələlik.